Sakit mən, baxın, biz biznesi sanki evdən çıxanda bir qarajdan, evdən belə çox yəni az məlumatla keçirik biznes sahələrinə. Axı bu təməlləri, bu qaydaları öyrənmək üçün bizim necə deyim sizə, məlumat mənbələrimiz həddindən artıq azdır. Baxmayaraq ki, biz 2025-ci ildəyik, bəlkə mən yanılıramsa siz mənə düzəldin, xahiş edirəm. Çox azdır. Axı bu ana təməlləri bizə heç kəs öyrətmir. Bilirsiniz, pul qazanmanın ana təməli müəyyəndir. Biz bəzən nəyisə çətinləşdiririk, çətinləşdirmək istəyirik. Elə zənn edirik ki, bildiyimiz o deyil. Az bilirik sanki. Sahibkarların çox istifadə elədiyi kəlmə odur ki, bilmirəm. Bilmirəm deyib, bilirəm deyəndən aldanır. Belə düşünmək doğru deyil məncə. Yəni, bilirsiniz, mən hər zaman onu demişəm, strategiya və taktika səmimiyyət və sadəliyin bitdiyi yerdə başlayır. Sadəlik və səmimiyyət varsa, sənin bir arzun və bir istəyin varsa və bunun içində hərəkətin varsa, sənin o işi öyrənməmə və o işi daha da inkişaf elətdirməmə ehtimalın yoxdur. Bunun üçün elmi əgər kəlmələr istəyirsinizsə, sistem lazımdır. Bunun üçün elmi kəlməsə standart lazımdır. Bunun üçün elmi tabir istəyirsə brend lazımdır. Bunların prosesləri lazımdır, iş akışı lazımdır. Standartlar üçün, yəni bunlar elmi kəlmələrdir. Bəli, bəli. Amma mən deyirəm ki, bu elmi kəlmələr, öyrənən şirkətlər, learning organization, iş məmnuniyyəti, işə bağlılıq, müştəri CRM-i və s. Bunların hamısı iş görən bütün sahibkarlar eləyir. Amma nə elədiyini bilmir. Adını bilmir. Adını bilmir. Adını bilməsi üçün oxuması lazım, elədiyini yaxşılaşdırması lazım. Amma bizim sahibkarlar nə edir? Onu eləmədiyini zənn edir, elədiyini tamamilə sıfırlayır, yeni öyrəndiyini yeniymiş kimi tətbiq eləməyə çalışır, mövcudu da itirir, yeni də bacara bilmir. Ona görə də biz neysə elədiyimizə və uğurlu olduğuna inanmalıyıq, inandığımızı da yaxşılaşdırmaq üçün çabamız olmalıdır. Amma bilmirik, təməl odur, bu cümlələri hamı buraxmalıdır. Hansı adamlar buraxmalıdır? İşini sevən, işin üçün inkişaf etməyi arzu edən və bunun üçün hərəkət edən adam buraxmalıdır bilmirəm kəlməsini. Çünki karvan yolda düzülür, öyrənmə də aşama ilə olur. Bu, eyni anda öyrənə biləcək bir mövzu deyil. Sadəcə və sadəcə bilmirəm, onlar daha budur, onları buraxmaq lazım.